Salam, hər vaxtınız xeyir olsun. Gözəl müştərilərimiz. Bugün içi doldurmuş biber hazırlıq. Bir də ki, içi dolmuş kal pomidor. Bir hamilə xanım bizə sifariş verib kal pomidoru. Yəni bunları hamısını hazırlayırıq, artıq hazırlayırıq. Kimə lazım olsa buyurun apara bilərsiniz. Bunu necə elədik qızlar? İçini necə düzəltdik? Sarımsaqdır, qırmızı biberdir, nanədir, kökdür, kələmdir. Bunları qarışdırırıq. Bunlar badımcanın içliyi yox. Dolma kələm biberin içliyidir bu. Yəni şirin biberin içliyidir. Bu da ki, bax pomidordur. Bax için belə doldururuq qəşəngcənə. Ancaq qabaqcadan için dozlayın, saxlayın. Baxın qızlar, bir dənə bankaya belə götürürsünüz. İstəyir 1 kilo olsun, istəyir 3 kilo olsun. Bunun bir hissəsini, yarısı sirkə, yarısı su dökürsünüz. Bir qaşıq da duz. 1 kiloya, 3 kiloya ise 2 qaşıq tuz dökülsün. Bu biberlərin içində duzlanıb. Bax, için qoyursunuz da pörtlətmir. Ya, pörtlətmə yaxşı olmur. Xırt-xırt eləmir. Çiğ vəziyyətdə. Sirkənin də yarısını su eləmişik, yarısı sirkə. Bundan tökürük üstünə. Bir qaşıq da duz, bir çay qaşığı da şəkər tozu. Olmasa elə bir dənə qənd. Bir qaşıq duz. Bir dənə də qənd qoyursunuz. Elə sirkəni də bunun üstündə tökürsən. Qəşəng. Baxın belə qızlar. Sirkə ilə suyu qarışdırmışıq. Suyu qarışdırmışıq. Bax belə. Görürsünüz. Bax. Bir qaşıq duz töküb. Bir dənə də qənd qoyduq. Qənd yoxsa pesok. Pesok yoxsa yəni problem yox. Qənd niyə qoysun? Turşuluğu alır. Başqa heç nə. Nə bunu pörtlədirik, nə bir. Elə bir 50-50'ye. Baxın. İndi 50-50'yedir. Qışda isə 3də 1 hissəsi su, 3də 1 hissəsi sirkə, qalanı su. İndi hava isə burada qoy, rahat-rahat elə qızım. Çox təzə qapaqdır, bərk alınır. Baxın belə. Əslində isti suya salmalıyıq. Baxın gözəl müştərilərimiz. Bu da bizim pomidorun, baxın belə dilim-dilim eləmişik. 1-2 saat qabaq eləyin ki, biz sizə göstərməyə görə tələsirik, tez eləyirik. Baxın, bax belə. Baxın. Azca. Baxın belə qoyursunuz. Tez dozu vuranda o içi elə bir yumuşalır, qəşəng olur. Sırazu eləyəndə qırılır. Baxın belə. Qoyursunuz 1 kilo balona da qoya bilərsiniz, 3 kilo da qoya bilərsiniz. Baxın. Baxın gözəl müştərilərimiz belə içi doldurmuş pomidor, biberi də ayrı qoyduq. Bax içini doldururuq. Yarısı su, yarısı da sirkə. Baxın 1 kilo bankada 1 qaşıq duz tökürsünüz. Əslində bunlara duz vurur.